Türkiye Prezidenti Rəcəb Tayyip Erdoğan müxalifəti küçə terrorunda ittiham edib. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. 4 gündür ki, onlar millətin əmin-amanlığını pozmaq, xalqımızı parçalamaq, onların yolunda olan hər kəsi təhqir etmək, polislərimizə hücum etmək üçün hər şey edirlər. Nəhayət, bugün mətbuatda yayım təşkilatlarına açıq hədə-qorxu gələrək özlərini ifşa etdilər. Onlar hətta televiziya kanallarından, media qruplarının adlarını verib medianı hədələyiblər ki, hamınızı izləyirik. Bələdiyyələrdən qazanc götürən faiz şəbəkələri CHP-ni kirdə, pasta, palçıqda, korrupsiyada, qanunsuzluqda boynuna götürüb. Ancaq onların bir özəlliyi var. Hər sözə başlayanda Atatürk'ün qurduğu partiya olmaqla öyünənlər sırf böyüklərinə borclarını ödəmək üçün Atatürk'ün partiyasını oğruların ixtiyarına veriblər, deyə siyasətçi qeyd edib.